Molekulunda hidroksil qrupları, həmçinin aldehid, bəziləri karbonil, yəni keton qrupu olan üzvü maddələrimizə karbohidratlarımız deyilir. Karbohidrat sözünün mənası sulu karbon deməkdir. Karbohidrat, yəni karbon və tərkibindəki hidrat, yəni su. Buna görə deyirik karbohidrat. Bu mənası sulu karbon deməkdir. Əksər birləşmələrinin formulu CnH2OM-dir. Amma bu formula uyğun olmayan, amma özü karbohidrat olan nümayəndəmiz də vardır ki, dezoksiriboza, formulu C5H10O4-dür. Bu formula uyğun deyil, amma karbohidratdır və yaxud da sirkə turşusunun ümumi formulunu yazsam C2H4O2-dir. Düzdür? Baxın, fikir verin. Sirkə turşusudur, amma bu formula uyğundur. Deməli, bu formula uyğun olmayıb karbohidrat olanımız da var. Bu formula uyğun olub karbohidrat olmayan da var. Deməli, ona görə biz əzbərə tanımalıyıq. Yəni, bu formul bizə şərt olaraq verilir. İstisna hallarımız var, amma ümumiyyətlə çoxunda CnH2OM dəfədir bu formul. Keçirik karbohidratlarımızın təsnifatına. Quruluşundan asılı olaraq karbohidratlarımızı 3 hissəyə ayırırıq. Monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Əzbərə bilməliyik. Monosaxaridlərimizə aiddir glikoza, fruktoza, riboza, dezoksiriboza. Baxın, yazıram. Glikoza, fruktoza, riboza, dezoksiriboza. Fruktoza ilə glikoza bir-biri ilə formulu eynidir. C6H12O6. Ribozada C5H10O5. Dezoksiribozada isə deməli dezoksiribozamızda isə C5H10O4. Ribozadan bir dənə oksigen atomu azdır. Belə də yadda saxlaya bilərsiniz. Disaxaridlərimizə isə aiddir saxaroza, maltoza, laktoza. Hər ikisinin formulu C12H22O11-dir ki, haqlarında danışacağıq indi. Polisaxaridlərimizə isə nişasta, sellyuza aiddir ki, hər ikisinin formulu eynidir. C6H10O5N dəfə. Bunları bildikdən sonra, çünki onlar alfa glikoza qalıqlarından ibarətdirlər deyə, tərkibindəki 1 mol su çıxıbdır deyə formulları o vəziyyətə düşübdür. İndi bunlar haqqında ətraflı danışacağıq. Bir də yazmadım, onsuz da tək-tək hamısı haqqında danışacağıq. İlk öncə biz başlayırıq monosaxaridlərə. Monosaxaridlərin özlərini də 2 hissəyə bölürük. Tərkibində aldehid olanlara və keton olanlara görə. Aldozalara və ketozalara. Tərkibində karbonun sayı 6 dənə olanlara heksoza, 5 dənə olanlara pentoza deyirik. Deməli, ilk öncə monosaxaridləri böldürük tərkibindəki aldehid və keton qrupuna görə. Tərkibində aldehid qrupu olanlara aldozalar, keton qrupu olanlara isə ketozalar deyilir ki, biz monosaxaridlərindən öyrənəcəyik glikoza, fruktoza, riboza, dezoksiriboza. Bunlardan glikoza, riboza, dezoksiriboza aldozalara aiddir. Fruktoza isə aiddir ketozalara. Tərkibində 6 dənə karbon atomu olanlar heksozadır, 5 dənə karbon atomu olan isə pentozadır. Olur monosaxaridlərin bölünməsi, yəni təsnifatı. Biz ilk öncə bu gün öyrənirik glikozanı. Glikozanın formulu dedik ki, C16 hardan çıxdı? C6H12O6-dır ki, bizim glikozamızdır. Deyirik ki, monosaxaridlərimiz, həmçinin bunlardan olan glikozamızı da suda məhlulda açıq zəncirli və tisiklik forması olmaqla 2 formasını müəyyən edirik. Açıq formasına gəldikdə, glikozanın açıq zənciri şaxəsizdir, şaxəsiz quruluşludur. Burada bir dənə aldehid qrupu var və 5 dənə hidroksil qrupu var. İndi bunları necə müəyyən ediblər ki, tərkibində aldehid qrupu var, OH var 5 dənə. Onlar haqqında danışacağıq, amma ilk öncə formulunu yazaq.
Deyirik ki, karbon, karbon, karbon 5, 6 dənə. 6 dənə karbonu belə düzdüm. Ən birincisinə birləşdirirəm aldehid qrupunu. Burdan nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. 6 dənə karbon atomumu düzəndən sonra deyirik ki, ikinci karbonu ümumiyyətlə aldehid qrupundan başqa geriyə qalan 5 dənə karbon atomuna OH birləşir. Sadəcə burada üçüncü karbon atomunda baxın OH-lar hamısı bir tərəfdədir. Sadəcə üçüncü karbon atomunda bu tərəfə OH yox H, OH digər tərəfə yerləşəcək. Birləşəcək yəni. Bu olur qlikozanın açıq quruluşu. Bir də var ki, qlikozanın qapalı quruluşu. İndi onu da öyrənək. Açıq quruluşunda deyirik ki, aldehid qrupumuz var, 5 dənə hidroksil qrupumuz var. Üçüncü karbon atomumuzda bir OH. OH-ımız digər OH-lardan eyni tərəfdə deyil, fərqli tərəfdədir, o bir tərəfdədir. Sonra keçirik qlikozanın disklik formasına. Disklik formasını göz yaddaşı ilə mi deyim, necəsə əzbər yadda saxlamalısınız. Quruluşunu yazmağını başa düşməlisiniz. Disklik formasını da əzbərləməlisiniz. Mənim də rəssamlığım yaxşı deyil, biraz pis çəkə bilərəm. İndidən deyim. Deyirik ki, qlikozanın 2 dənə disklik forması var. Alfa qlikoza və beta qlikoza. Hər ikisində 5 ədəd OH qrupu var, amma aldehid qrupu yoxdur. Açıq zəncirində isə aldehid qrupumuz var idi. Gəlin indi alfa qlikoza və beta qlikozanı çəkək. Daha doğrusu alfa qlikozanı çəkəcəm. Betadan fərqi nədir onu göstərəcəm. Baxın, buradakı aldehid qrupu 2 dənə karbon atomu ilə birləşir deyə nəticədə aldehid qrupu ləğv olunur. Baxın, yazdım. İndi hidrogenlərini yerləşdirək. Baxın, üçüncü karbon atomundakı fərqlilik açıq quruluşunda da görsənir. H-ların əksi tərəfdədir OH, OH-ların əksi tərəfdədir. Alfa ilə B, bu alfa qlikozadır. Alfa ilə betanın fərqi ondadır ki, bu birinci karbon atomundakı hidrogen ilə OH-ın yeri fərqlidir. Yəni, OH yuxarıda olanda, H aşağıda olanda beta formadır. H aşağıda, OH yuxarıda olanda isə, deməli, H yuxarıda, OH aşağıda olanda alfadır. OH yuxarıda, H aşağıda olanda isə beta formadır. Bu qlikozanın formasıdır. Sonra keçirik qlikozanın alınması üsullarına. Alfa və beta qlikozanın disklik formasını xahiş edirəm, əzbərləyirsiniz. Keçirik qlikozanın alınmasına. Qlikozanın laboratoriyada alınması formaldehidin kalsium OH2 iştirakında reaksiyasından adlanır ki, bu reaksiyamız Butlerov reaksiyası adlanır. 6 mol formaldehidimiz laboratoriyada HCl olmuş kalsium OH2 iştirakında çevrilir C6H12O6-ya, yəni qlikozaya. Bundan başqa sənayedə isə qlikozanı nişastanın, sellyozanın hidrolizindən alırlar. Sellyozamızın və yaxud da nişastamızın ümumi formulu C6H10O5N dəfədir ki, bura N mol su birləşərək alınır N mol qlikoza molekulu. Daha sonra təbii qlikozamız isə bildiyimiz kimi fotosintez nəticəsində yaranır. Fotosintez reaksiyası da 6 mol karbon qazı ilə 6 mol suyun reaksiyasından qlikoza və oksigenin alınması reaksiyasıdır. Qlikozanın kimyəvi xassələrinə gəldikdə isə qlikozanın reduksiyası, yəni hidrogen ilə birləşməsi qlikozanın aldehid qrupu olduğuna görə aldehidlərin xüsusiyyətini daşıyır. Gümüş güzgü reaksiyasına daxil olur. Bir də qlikozanın özünün xüsusi xassələri var ki, onları bir-bir baxacağıq. İlk öncə qlikozanın deyirik ki, hidrogenləşməsindən sorbit əmələ gəlir, 6 atomlu spirt əmələ gəlir. Çünki açıq zənciri burada yazmışdım, elə burada göstərəcəm. Baxın.
Burada biz deyirik ki, bizim OH-larımız 5 dənə karbon atomumuz da var. Amma mən bunun üzərinə hidrogeni gələndə bu aldehid qrupundakı, aldehid qrupumuzda, yəni aldehidlərin hidrogen ilə reaksiyasından nə əmələ gəlir? Birli spirt, düzdür? İndi burada 6 atomlu spirt əmələ gələcək. Yəni hidrogen ilə reduksiya edirəm. Burdakı aldehid qrupu çevriləcək OH qrupuna və nəticədə belə olacaq. Bu da bizim olacaq 6 atomlu spirtimiz, yəni sorbitimiz. Sorbitin ümumi formulu C6H14O6-dır. Elə bilin qlikozanın üzərinə 1 mol suyu gəlirəm. Orada hidrogenin sayı 2 vahid artacaq. Üzrü sayını su nədir? Hidrogen gəlirəm. Hidrogenin sayı 2 vahid artacaq. Olacaq C6H14O6. 6 atomlu spirtimiz əmələ gəldi. Daha sonra deyirik ki, qlikozanın aldehid xassələrindən biri gümüş güzgü reaksiyasıdır və mis OH2 ilə olan reaksiyasıdır. Qlikozanın gümüş piroksid və yaxud da mis 2 hidroksidi ilə reaksiyasından əmələ gəlir qlikon turşusu. Gümüş piroksiddə gümüş, mis 2 oksiddə isə mis piroksid və su əmələ gəlir. Bir də bu reaksiyaları yazmadım. Vaxt çox gedər, özünüz baxarsınız. Qlikozanın yanmasından da karbon qazı və su əmələ gəlir ki, bizim orqanizmimizdə qlikozanın tam oksidləşməsi prosesi baş verir. Bu da bizə enerji ilə təmin edir. Sonra qlikozanın tərkibindəki hidroksil qruplarının reaksiyaları dedikdə isə çoxatomlu spirt olduğuna görə mis 2 hidroksidi ilə göy rəngli məhlul əmələ gətirir. Mis 2 hidroksidi ilə göy rəngli məhlul əmələ gətirməsi bizə onu göstərir ki, qlikoza çoxatomlu spirtdir. 1 mol qlikozamız özünə 5 mol sirkə turşusu birləşdirdiyinə görə, mürəkkəb efirləşmə reaksiyası girdiyinə görə biz ona 5 atomlu spirt demişik. Yəni tərkibindəki OH qruplarının sayı 5 mol sirkə ilə reaksiyaya girməsindən müəyyən olunubdur ki, qlikozanın tərkibində 5 mol OH qrupu var ki, o 5 mol sirkə turşusu ilə reaksiyaya girir. Ona görə deyirik ki, 5 atomlu spirtdir. Bir də qlikozanın özünün xüsusi reaksiyaları var. Birincisi etil spirtinə qızqırmadır ki, qlikozadan C6H12O6-dan alınır 2 mol CO2 və 2 mol etil spirti. Bu reaksiyanı əzbərə bilməliyik. Çox düşür, yəni həddindən artıq çox düşür. Ümumiyyətlə indi yazdıqlarımız. İkincisi süd turşusuna qızqırmadır ki, süd turşusunun formulunu da xahiş edirəm əzbərləyin. Bir dənə karbon atomuna həm karboksil qrupu, həm OH, yəni hidroksil qrupu, həm də metil qrupu birləşir. Belə yadda saxlaya bilərsiniz ki, karboksil, OH və metil birləşdirin bir dənə karbon atomuna, bir dənə də hidrogeni qalır onun. Bir də qlikozanın yağ turşusuna qızqırması var ki, bu zaman yağ turşusu, yəni C3H7COOH ümumi yazdım mən. Karbon qazı və hidrogen qazı əmələ gəlir ki, bu 3 reaksiyanı əzbərə bilməlisiniz. Qlikozanın üzərinə sulfat turşusunu gələndə kömürləşmə reaksiyası baş verir. Karbon üstə gəlinsin, sulfat turşusu vurulsun, su alınır ki, biz bunu əvvəllərdə keçmişik. Qlikozanı bitirdikdən sonra keçirik riboza və dezoksiribozaya. Dedik ki, riboza və dezoksiriboza hər ikisi aiddir aldozalara, yəni tərkiblərində aldehid qrupu var. Tərkibində aldehid qrupu var deyə ilk öncə birləşmənin formulunu mən açıq quruluşunu yazacağam. Xahiş edirəm, siqli quruluşunu artıq dezoksiribozada, ribozada əzbərləyərsiniz. Yaxşı? Bir də burada yazmıram. Deyirik ki, bu bizim ribozamızdır. Ribozamız da bu cürdür. Tərkibində 5 dənə karbon atomu var. Tərkibində 5 dənə karbon atomu varsa, əzbərə bilməlisiniz ki, deməli 4 dənə spirt OH qrupu var. Biri aldehid qrupudur, digər 4 dənəsi də onda nədir? Digər 4 dənəsində tərkibində OH birləşib də karbonlar. Ona görə deyirik ki, ribozamız 4 atomlu spirtdir. Aldehid qrupu olduğuna görə qlikoza kimi aldehid qrupuna xas reaksiyalara girir. Yəni hidrogenləşir. Ribozanın hidrogenləşməsindən
Ribit spirt əmələ gəlir. Buradakı aldehid qrupu da OH-a çevrilir. Yəni C5H10O5 olur C5H12O5. Bu da ribit spirt adlanır. Gümüş bir oksid və yaxud da mis 2 hidroksid ilə oksidləşməsindən isə əmələ gəlir ribon turşusu. Yəni bunun gümüş bir oksidi ilə reaksiyasından yazın bunu artıq. Gümüş 2O ilə reaksiyasından əmələ gəlir aldehid qrupu çevrilir olur turşu qrupu. Baxın, yazıram sizin üçün. Bu turşumuz da adlanır nə? Ribon turşusu. Ribozamızda çoxatomlu spirt olduğuna görə mis 2 hidroksidi ilə parlaq göy məhlul əmələ gətirir. 1 molunda OH qrupunun sayı 4 dənədir deyə, deməli 4 mol sirkə turşusu ilə reaksiyaya girib mürəkkəb efir əmələ gətirir ki, bunları xahiş edirəm əzbər bilin. Sonra keçdik dezoksiribozaya. Dezoksiribozada deyirik ki, 3 atomlu spirtdir. Çünki burada oksigenin sayı ribozadakından bir vahid azdır bildiyimiz kimi. Düzdür? Burada formulumuz belədir. Gəlin formulu göstərim sizə. Baxın. Bir dənə karbon atomuna 2 dənə hidrogen atomu birləşibdir. Artıq OH qrupu birləşməyibdir. Ona görə deyirik ki, dezoksiribozamız 3 atomlu spirtdir. Dezoksiribozamız da aldozalara aiddir. Həmçində pentozalara aiddir. Çünki tərkibində 5 dənə karbon atomu var. Bu da aldehid qrupuna xas xüsusiyyətlərə malikdir. Yəni, gümüş bir oksidi ilə reaksiyaya girir, hidrogenləşdikdə əmələ gətirir dezoksiribit spirtini. Həm də dezoksiribon turşusunu əmələ gətirir gümüş bir oksidi ilə. Hidrogenləşdikdə OH-ın sayı bir vahid artır, olur 4 atomlu spirt. Spirt kimi mis 2 hidroksidi ilə göy rəngli məhlul əmələ gətirir. Tərkibində 3 mol OH qrupu olduğuna görə 3 mol sirkə turşusu ilə də reaksiyaya girir. Bu oldu bizim monosaxaridlərimiz. Monosaxaridlərimizdən glikozamız, ribozamız, dezoksiribozamız, fruktozamız haqqında deyək. Fruktozamız deyirik ki, ketozalara aiddir. Yəni tərkibində keton qrupu var. Ona görə də fruktozamız aldehid qrupuna xas reaksiyalara girmir. Yəni fruktozamız gümüş bir oksidi ilə reaksiyaya, mis 2 hidroksidi ilə reaksiyaya və s. girmir. Amma çoxatomlu spirt olduğuna görə mis 2 hidroksidi ilə göy rəngli məhlul əmələ gətirir. Bunlar oldu bizim hamısı monosaxaridlərimiz. Aydın olmayan hissə?